Salam değerli pasientlərimiz. Bugün 45 yaşında qadın pasientimizə süd vəziyə daha öncə vurulmuş süni gelin absirləşməsi səbəbi ilə acil bir əməliyyat icra edirik. Çox müraciət edirsiniz, doktor, süd vəzimizi dolğunlaşdırmaq üçün gellərdən istifadə edək və s. Bunların fəsadları olduğu üçün biz də sizi bu vasitələrdən çəkindirməyə çalışırıq. Təbii ki, normal şəkildə silikon implantlardan istifadə edərək süd vəz dolğunluğunu bərpa edə bilərik. Ancaq hər hansı bir süni gellər və s. vasitələr süd vəzdə daha sonra gördüyümüz kimi belə problemlərə səbəbiyyət verdiyi üçün biz bunlardan pasientlərimizi çəkindirməyə çalışırıq. Hər birinizə sağlam günlər arzulayıram. Mütləqdir ki, əgər hər hansı bir şikayətiniz, narahatçılığınız varsa, mütəxəssis nəzarəti altında hər hansı bir kosmetoloji və yaxud hər hansı bir müəssisələrə müraciət edərək deyil, mütəxəssis nəzarəti altında doğru yol tutasınız və doğru şəkildə faydalanasınız. Hər birinizə sağlıqlı günlər diləyirəm.